Sumqayıtda güclü yanğın başlayıb. Qeyd edim ki, hadisə Sülh prospektindəki Cavid Ticarət Mərkəzində qeydə alınıb. Qeyd edim ki, yanğının əhatə dairəsi geniş olduğundan əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə avtomobili və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir. Şahidlərin sözlərinə görə yanğın ticarət mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən geyim mağazalarının birində başlayıb. Qısa müddətdə alov digər obyektlərə keçmək təhlükəsi yaradıb və bu səbəbdən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. Ərazidə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri də görülüb. İlkin məlumatlara əsasən yanğının qarşısı operativ şəkildə alınıb. Yanğın nəticəsində bir neçə geyim mağazasına ciddi maddi ziyanın dəyildiyi də iddia olunur. Xoşbəxtlikdən xəsarət alan və həyatını itirən olmayıb. Yanğınla bağlı hüquq mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən araşdırma aparılır. Yanğının ilkin səbəb kimi elektrik naqillərində baş vermiş qısa qapanma göstərilir. Lakin yanğının qəsdən törədilmədiyi haqda mütəxəssislərin keçirdiyi ekspertiza nəticəsində müəyyənləşəcək. Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə Sumqayıt şəhəri 32-ci məhəllə Sülh küçəsində Sumqayıt Ticarət Mərkəzi ASC ərazisində yanğın baş verməsi haqqında məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə Sumqayıt Dövlət Yanğından Mühafizə Qarnizonunun qüvvə vasitələri yüksək çağırışla çıxış etmiş. Yanğın kəşfiyyat zamanı məlum olmuşdur ki, Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşən geyim əşyaları dükanlarından birində yanğın hadisəsi baş vermişdir. Yanğın hadisəsi yanğın söndürənlərin sevik müdaxiləsi nəticəsində qısa müddətdə söndürülərək Ticarət Mərkəzinin digər ərazilərinə yayılmasına qarşısı alınmış və müvəffəqiyyətlə söndürülmüşdür. Hadisə nəticəsində ticarət mərkəzində müvəqqəti olaraq fəaliyyət dayandırılıb və əraziyə giriş məhdudlaşdırılıb. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, Fərhad Rəkbərli, xüsusi olaraq Dinas TV üçün.